Novruz Azərbaycan xalqının nəzərində milli bayramdır, yoxsa dini bayramdır? Sərt mövqe ortaya qoyanlar var. Daha mülayim bayram ənənəsini dini bir kimlik kimi qəbul etməyən bir yanaşma var. Tamamilə diniləşdirən bir yanaşma da var. Bəzi dindar dairələrdə Novruz bayramına yad münasibət mövcuddur. Bugün Azərbaycanda heç bir kəs Novruz ənənəsini qeyd edilərkən nə atəşpərəstlik yadına düşür, nə zərdüştlük yadına düşür, nə məcusilik yadına düşür. İslam əylənməyə, şadlanmağa qarşıdırmı? Siz hansı pəncərədən baxdığınızdan çox şey asıldı. Salam, hörmətli tamaşaçılar. İman verilişinin növbəti buraxılışı ilə görüşünüzə gəlmişik. Bayramlar milli mənəvi ruhun yenilənməsində, sosial bütünləşmədə, fərdin və cəmiyyətin psixikasının sağlamlaşmasında mühüm rol oynayır. Elə oldu ki, bu dəfə həm Ramazan bayramı, həm də Novruz bayramı bir-birinə qonaq gəlmişdir. Yəni, biz xalq olaraq hər iki bayramı eyni tarixdə qeyd edəcəyik. Əlbəttə ki, bu xoş təsadüfdür. Bəlkə də bir xalq olaraq bu xoş təsadüfün bizə demək istədiyi hansısa mesajlar vardır. Belə bir mövzunu müzakirə eləmək üçün verilişə Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Kövsər Tağıyevi dəvət etmişik. Kövsər müəllim, xoş gəlmişsiniz. Xoş gördük, Evsal müəllim. Kövsər müəllim, bildiyiniz kimi bu il Azərbaycan xalqı Novruz bayramı ilə Ramazan bayramını eyni tarixlərdə qeyd edəcəkdir. Sizcə bu xoş təsadüfdə tarixin Azərbaycan xalqına vermək istədiyi hansısa sakral, möcüzəvi bir mesaj varmı? Yoxsa bu sadəcə tarixi yaxud təqvim təsadüfüdür? Təşəkkür edirəm, Evsal müəllim. Mövzu əlbəttə ki, hər il öz aktuallığını qoruyur. Bu il xüsusilə o aktuallıq gündəmdədir. Çünki qeyd elədiyiniz kimi Ramazan bayramı ilə Novruz bayramı bu il üst-üstə düşür. Hər iki bayram əslində bizim xalqın tarixindən süzülüb gələn, bəlkə milli kimliyimizi qoruyub saxlayan və Azərbaycan xalqının zehnində, hafizəsində xüsusi yer tutmuş bir bayramdır. Əlbəttə ki, bu bayramın bəlkə də qeyd etdiyiniz kimi üst-üstə düşməsi müəyyən məsələləri sorğulamaq üçün, müəyyən məqamların üstündən keçmək üçün gözəl bir fürsətdir. Çünki yəqin ki, irəliləyən dəqiqələrdə də danışacağıq. Bizim bir dini kimliyimiz var, bir də dünyəvi kimliyimiz var, milli kimliyimiz var. Bax, bunun ayrı-ayrı hər birinə məxsus xüsusiyyətlər var. Bəlkə bu bayramlarda o xüsusiyyətlərin daha aydın başa düşülməsi üçün gözəl bir fürsət ola bilər. Kövsər müəllim, milli kimlik dediniz. Biz Novruz bayramının milli kimliyimizdə, Ramazan bayramının da mənəvi dini kimliyimizdə oynadığı rolu necə xarakterizə edə bilərik? Ümumiyyətlə, Azərbaycan xalqı milli və mənəvi kimlik kimi mühüm məsələni özündə hər iki bayramın vəhdəti ilə təmin edə bilərmi? Yoxsa biz bu iki bayrama ayrı-ayrı prizmalardan baxmalıyıq? Elçin müəllim, əlbəttə ki, bayramların cəmiyyətlərin həyatında, ictimai həyatında çox mühüm rolu var. Dini və ya dini olmayan bayramlar fərq eləməz. Bütün bayramlar bu baxımdan belədir. Birinci cəhəti əlbəttə ki, cəmiyyəti bir baxıma konsolidə eləmək, bir arada tutmaq, onların fərdlər arasında əlaqələrin güclənməsini sağlamaq. Digər tərəfdən o kimliyi, aidiyyət duyğusunu təmin eləmək. Çünki
cəmiyyətdə insanlar bir cəmiyyətin parçası olduğuna hiss eləməlidir, ona aid olduğunu hiss eləməlidir. Bayramlardır, matəmlərdir, cəmiyyət həyatındakı bütün mühüm tarixi hadisələr bu aidiyyət duyğusunu möhkəmləndirir. Təsadüfi deyil ki, bizim keçdiyimiz Sovet dövründə 70 il boyunca cəmiyyətdən dini bayramları, dini ənənələrə söykənən bayramlar aradan qaldırılsa da Novruz ənənəsini xalqımız yaşadıbdır. Bəli. Novruz ənənəsi sayəsindədir ki, o milli kimlikdən qopmadan, milli ənənəni davam etdirərək öz müstəqil kimliyini, milli kimliyini formalaşdıra bilir. Əlbəttə ki, bu uzun bir tarixi prosesdir, çətin dönəmlərdən keçib, amma nəticə itibarilə bir millətin öz milli dəyərlərini qoruyub saxlamaq baxımından, bir arada onları tutmaq baxımından çox mühüm funksiya icra edilibdir. Dini bayramların da əlbəttə ki, belə bir funksiyası var. Dini bayramlar da öz içərisində o kimliyi, dini aidiyyəti, dini mənsubiyyəti qorumaq üçün əhəmiyyətlidir. Bu sadəcə İslam dininə aid deyil, bütün dinlərin, ölkəmizdə də müxtəlif dinlər var və onların da özlərinə məxsus bayramları var. O bayramlar onlar üçün də eyni zamanda bir aidiyyət duyğusunu möhkəmləndirir və nəticədə onların öz davamlılıqlarını təmin etmək üçün bir fürsətə çevrilir. Əslində, bayramların digər bir xüsusiyyəti də o tarixi ardıcıllığı təmin etməkdir. Yəni, nəsildən nəsilə ötürülən bir adət-ənənənin davamıdır. Eyni zamanda milli hafizənin davamıdır. Yəni, biz tutaq ki, bayramlarımızı hardan öyrənirik? Keçmişdə ata-babamızdan görürük. Yəni, babalarımız, nənələrimiz bu bayramı qeyd edib, biz də qeyd edirik. Nəticə itibarilə o keçmişlə bir əlaqənin yaranmasına gətirib çıxarır. Və keçmişlə qurulan bu möhkəm bağ cəmiyyətin daha sağlam qalmasını və gələcək nəsilə bu ənənənin ötürülməsini təmin edir. Bu baxımdan hər iki həm dini bayramlar, həm belə deyək, dini olmayan bayramlar, milli bayramlar, bax, milli kimliyin qorunması, keçmişlə körpünün yaradılması və cəmiyyətin o dəyərlərinin gələcəyə daşınması baxımından çox əhəmiyyətlidir. Siz çox mühüm məsələyə toxundunuz. Sovet dövründə Sovet ideologiya maşını bizi milli, dini kimliyimizdən uzaqlaşdırmaq üçün böyük işlər görmüşdür. Lakin buna baxmayaraq xalq öz milli kimliyini qorumaq üçün xüsusən də Novruz ənənəsini davam etdirmişdir. Novruz bu baxımdan kimliyin qoruyucusu kimi çıxış edirdi. Kövsər müəllim, müstəqillik illərindən sonra Azərbaycanda dinə qayıdış başlandı. Bununla paralel olaraq biz müşahidə etdik ki, bəzi dindar dairələrdə Novruz bayramına yad münasibət mövcuddur. Bu, həm də milli kimliyə yad münasibət mənasına gəlir. Biz bilirik ki, İslam dini milli identikliyi, milli adət-ənənələri inkar etmir. İslam insanın milli kimliyinin üstündən xətt çəkmir. Bəs nə baş verdi ki, bəzi dindar dairələrdə Novruz bayramına belə soyuq münasibət özünü göstərdi və Novruz bayramını ixtisara salan dini nöqteyi nəzər formalaşdı? Elsa müəllim, əslində doğru sual qurmusunuz. Ancaq sualınızın icazə verin bir hissəsinə bir şərh düşüm. Mən belə düşünmürəm ki, Azərbaycanda dindar kəsimlər arasında Novruz bayramını tənqid edən və ya ona soyuq münasibət bəsləyən şəxslər eyni zamanda milli kimliyə də mənfi münasibət göstərirlər. Açıq mən belə düşünmürəm. Sadəcə Novruz ənənəsinə, Novruz bayram ənənəsinə mənfi münasibət göstərilir. Bu baxımdan məncə o iki məsələni bir-birindən ayırmaq fayda olar. Novruz ənənəsinə qarşı göstərilən bu mövqe əslində bizim keçmiş klassik mənbələrimizdə yer alan qeydlərlə bağlıdır. Yəni o qeydlər elə qeydlərdir ki, yəni bir çox böyük mötəbər alimlərin əsərlərində bunlar keçir, fətvalarda keçir. Bu fitvaların verildiyi tarixi dövrlər var, müəyyən bir tarixi dövr var, ondan danışarıq. Mən elə gəlir ki, konkret olaraq xüsusilə fiqh mənbələrində keçən müəyyən görüşlər bu fikrin ortaya çıxmasına səbəb olur. Əlbəttə ki, bir mənalı deyil, tarix boyunca
Novruz ənənəsinə qarşı müxtəlif yanaşmaların olduğunu görürük. Bir İslam ənənəsi içərisində sərt mövqe ortaya qoyanlar var. Daha mülayim bayram ənənəsini dini bir kimlik kimi qəbul etməyən bir yanaşma var. Bir də belə deyək, artıq daha çox mənimsəyən bir ənənə də var. Bu da təsadüf deyil. Yəni tamamilə diniləşdirən bir yanaşma da var. Onların üçündən danışarıq. Siz orta əsrlərdə Novruza münasibətin bu üç formasından danışırsınız, bəli. yoxsa Tarixdən günümüzə bəri bu üç forma davam edir. Gəlin istəyirsiniz, mən daha Peyğəmbər dövründən bir-iki nümunə verim. İslam dini mənbələrində ümumiyyətlə başqa dinlərin bayramları ilə bağlı çox məlumat yoxdur. Yoxdur, bəli. Bir tək Novruzun adı keçirməyən hədis mənbələrində, əsasən mötəbər hədis mənbələrində iki yerdə biz buna rastlayırıq. Mənbələrdən birində Peyğəmbərin Mədinəyə hicrətindən sonra orada qarşılaşdığı bayram ənənəsi öz əksini tapır. Peyğəmbər soruşur ki, bu nə ənənədir? Baxırlar ki, insanlar həmin gündə əylənirlər və onlar iki bayram olduğunu deyirlər. Bu qeydlərdə Novruz və Mihrican bayramları olduğu qeyd olunur. Və üzr istəyirəm, hədisin birbaşa mətnində bu adlar keçmir. Keçmir, bəli. Sonralar hədislərə şərh gətirənlər məhz bu iki bayramın sözü gedən bayram olduğunu deyirlər. Deyirlər, bəli. Çox doğru məqamdır. Yəni hədisin özündə bu məqam keçmir. Peyğəmbər gəlir gör, iki bayram keçirirlər. Ehtimal ki, mən belə təxmin edirəm, o dövrdə adətən bayramlar belə olur. Ya dini ənənədən qaynaqlanan bayramlardır, ya da məhsuldarlıqla bağlı bir ənənədir. Yəni əkinçilikdir, təbiət hadisəsi ilə bağlı. Təbiət hadisələr, təbiətin dəyişdiyi dövrlər. Peyğəmbər bu iki bayramın İslam dinindəki iki bayramla əvəzləndiyini qeyd edilir. Bu hədisin içərisində o bayramları pis göstərəcək, mənfi göstərəcək əslində bir məqam yoxdur. Sadəcə bunun əvəzləndiyini deyir. Digər bir hədis rəvayəti Həzrət Əli ilə bağlı gələn bir rəvayətdir. Onun xəlifəliyi dövründə bir nəfər ona hədiyyə gətirir, bir şirniyyat gətirir, verir. O da bunun nə münasibətli olduğunu soruşur. Deyirlər ki, bu Novruz hədiyyəsidir. Və Həzrət Əli də orada Novruz vaxtı gedən bu hədiyyələşmənin xoş bir adət olduğunu nəzərdə tutaraq hər gününüz Novruz olsun şəklində belə bir açıqlama verir. Bunun xaricində ilkin İslam mənbələrində Novruzla bağlı hər hansı bir qeyd yoxdur. Daha sonra İslam alimlərinin Həzrət Əlinin həmin o sözü Novruzun dini bayram kimi təsdiqlənməsində referans götürülə bilərmi? Qətiyyən. Yoxsa Həzrət Əli Novruzun bayram olduğunu bilirdi, bayramlaşma yaxşı anı ifadə edir. Bir növ Həzrət Əli bildirmək istəyir ki, bütün gününüz Novruz olsun, yəni bayram olsun. Bəli. Biz bunu belə başa düşməliyik. Bəli. Əks halda biz qəbul etməməliyik ki, İslam dinində iki dini bayramla yanaşı, üçüncü bir dini bayramın mövcudluğunu məhz bu sözə əsasən biz təsdiqləyə bilərik. Bəli, tamamilə doğru deyil Hüseyn müəllim. Yəni bəzən yanlış izahlarla qarşılaşmaq olur. Yəni Həzrət Əlinin bu sözünün Novruz ənənəsinin müqəddəsləşdirilməsi kimi, dini əhəmiyyət verilməsi kimi başa düşüldüyü olubdur və tarixən gələn, bunu izləyən zəncir, yəni Həzrət Əlinin bu sözünü təqib edən zəncir, daha sonra İslam dini içərisində müəyyən ənənələrdə bu dinin biraz müqəddəsləşdirilməsinə gətirib çıxarılır. Bu bayramın. Nəticə etibarilə burada bəzi qeydlər düşürübdür. Yəni Həzrət Əlinin bu dövrdə Novruz bayramında taxta çıxdığı, Fatimə ilə evləndiyi nə təsadüfsə bu dövrlərə gəlib düşür və bundan yola çıxaraq bu bayrama dini bir əhəmiyyət, dini bir xüsusiyyət qazandırmağa çalışan belə bir mövqe ortaya çıxıb. Bu mövqe açığı, yəni İslam görüşü ilə uyğunlaşmayan bir mövqedir. Amma müəyyən ənənələr içərisində bu öz əksini tapır. Kövsər müəllim, bugün Novruz Azərbaycan xalqının nəzərində milli bayramdır, yoxsa dini bayramdır?
Xahiş edirəm bu suala cavab verərdiniz. Həqiqətən bu da məsələyə mövqeyini ortaya qoymaq baxımından çox vacibdir. Çünki klassik dövrdə İslam alimlərinin Novruz ənənəsinə qarşı mövqeyini, qeydlərini nəzərdən keçirəndə görürük ki, bayramın məhz özü ilə bağlı hər hansı bir fikir bildirilmir. Bayramın aidiyyəti ilə bağlı fikir bildirilir. Orada bir təşəbbüh məsələsi var. Yəni, başqa bir qövmə bənzəmək, başqa bir topluluğa bənzəmək. Klassik ənənədə Novruz bayramı məcusi ənənəsi ilə əlaqələndirilir. Orta əsrlərdə İslam alimlərinin nəzərində bu belədir. O bayramdan insanları uzaqlaşdırmağa çalışmalarının səbəbi də assimilyasiyanın qarşısını almaqdır. Yəni, bugün sizin sözünüzə qüvvət Azərbaycan xalqı Novruz bayramını hansısa dini ənənəni yaşatmaq məqsədi ilə deyil, əksinə təbiət hadisəsini tərənnüm məqsədi ilə keçirir və belə də qəbul olunubdur. Əlbəttə, mən məhz onu deyəcəkdim, Əlbəttə müəllim. Yəni, bəzən bugün müsəlmanlar keçmişdəki alimlərin verdiyi fətvalara uyğun olaraq bir mövqe tuturlar. Halbuki o fətvanın verildiyi dövrdə şərtlər başqa idi. O fətvanın verildiyi dövrdə yəni Novruz bayramı məcusi ənənəsinin bir davamı kimi görülürdü. Məcusiliklə assosiasiya olunmuşdu. İran ərazisində zərdüştlərin İslam xilafətinin də icazəsi ilə ayrı-ayrı icmalarda keçirdikləri bir bayram idi. Tamamilə doğrudur. O baxımdan onlarla əlaqəli idi. Yəni, Novruzu qeyd eləmək bir baxıma zərdüştlüyü davam etdirmək idi. Zərdüştlük ənənəsini davam etdirmək idi. Bugün Azərbaycanda heç bir kəs Novruz ənənəsini qeyd edilərkən nə atəşpərəstlik yadına düşür, nə zərdüştlük yadına düşür, nə məcusilik yadına düşür. Yəni, heç kim bu ənənəni bu mənada istifadə etmir. Zaten tarixə baxanda Novruz ənənəsinin atəşpərəstliklə ortaya çıxdığı da dəqiq deyil. Atəşpərəstlikdən əvvəl də bu ənənə olubdur. Təsadüfi deyil ki, yəni mövsümün dəyişdiyi dövrə rast gəlir həmin bayram. Yəni bir dini bayram təsadüfi bir günə də rast gələ bilərdi. Amma burada bir astronomik bir hesab var. Bu hesaba görə təbiətin oyanışından bəhs olunur. Və bu gözəl ənənə belə görünür ki, qədim İran ənənəsində, İran xalqlarının ənənəsində diqqət çəkibdir və onu qəbul ediblər və müxtəlif vasitələrlə onu öz mədəniyyətlərinin içərisinə yerləşdirməyə çalışıblar. Təsadüfi deyil ki, məsələn, əfsanəvi İran şahı Cəmşidin taxta çıxmağını bugündən əlaqələndirirlər. Yenə tarixi hadisələri bugündən əlaqələndirərək orada da ona bir mədəni cəhətdən əhəmiyyət qazandırmağa çalışırlar. Halbuki bu ənənə dünyanın bir çox yerində, məsələn, Orta Asiya xalqlarında, Mesopotamiyada bəzi xalqlarda, Anadoluda, Misirin özündə bir təbiət bayramı olaraq, təbiətin oyandığı bayram olaraq, baharın gəlişi, təbiətin yenidən canlanmasını tərənnüm edən bir bayram olaraq tətbiq olunur və bugün də belədir. Nəticə itibarilə bugün əgər insanlar bu bayramdan dini bir məna əks eləmirlərsə, dini bir bayram kimi qeyd eləmirlərsə, bunun İslamla hər hansı bir ziddiyyət təşkil etdiyini qeyd etmək olmaz. Əlbəttə ki, heç kimi məcbur etmək olmaz ki, siz bayramı qeyd edin və ya qeyd etməyin. Amma bunu belə təqdim eləmək ki, Novruz ənənəsini qeyd edən İslam dininin əmrlərinə, buyruqlarına zid hərəkət etmiş olur, İslami kimliyə müxalif davranmış olur. Bunu iddia etmək də ifrat bir yanaşmadır. Göstər müəllim, tamamilə doğru qeyd edirsiniz. Məhz bayram anlayışına düzgün münasibət bəsləmədikdə ya o bayram inkar olunur, ya da o bayrama münasibətdə ifratçılıq meydana çıxır. Təəssüf ki, bugün Azərbaycanda Novruza sırf dini prizmadan yanaşan inkarçı nöqteyi nəzər, görürsən ki, ailə daxilində anası şəkər bura bişirdikdə, nəinki onu yemir, hətta görürsən ki, anası ilə münasibətləri sərtləşdirir. Əlbəttə ki, bu doğru yanaşma deyildir. Bir daha qeyd edirik ki, tarixdə başlanğıcını nədən götürürsə götürsün, bugünkü vəziyyətində Novruz nəyi ifadə edirsə,
biz ona uyğun olaraq hökm çıxarmalıyıq. Böyük İslam ilahiyyatçısı İbn Əl-Qəyyim deyirdi ki, fəqih o kimsədir ki, əvvəlcə mövcud vəziyyəti araşdırır, mövcud vəziyyətə uyğun hökm verir. Və siz ilahiyyatçısınız Kövsər müəllim. İllətin, yəni səbəbin dəyişilməsi ilə hökmün dəyişilməsi deyilən bir qayda var. Tamamilə. Bəli, orta əsrlərdə bəzi müsəlman fəqihləri Novruzun sırf zərdüşti bayramı olduğu üçün keçirilməsini qadağan edən fitvalar vermişlər. Çünki Novruz o dövrdə bir dinin bayramı idi. Amma bugün Azərbaycan ənənəsində, Azərbaycan coğrafiyasında Novruz hansısa dinin bayramı deyil. O sırf təbiət hadisəsini tərənnüm edən bir mərasimdir. Və ona görə də fitva dəyişilməlidir. Novruzu qeyd etməklə Azərbaycan xalqı milli bütünləşmə, sarıdan, yaxud digər məsələlər baxımından nələr əldə edir? Yəni, Novruzu qeyd etməklə Azərbaycan xalqı nə əldə edir? Bu bayram hansı niyyətlə keçirilir? Bu niyyətə baxmaq lazımdır. Əgər bu niyyət hər hansı bir dini təzim etmək, böyütmək, onun xatirəsini yaşatmaq, dini məqsədlə həyata keçirmək funksiyası icra edilirsə, buna icazə vermirlər. Bəli. Yox, əgər bu təbiətin oyanışı, bahar bayramı, şənlik, həmrəylik, cəmiyyəti bir arada saxlayan xoş bir gün kimi nəzərdən keçirilirsə, bunda hər hansı bir problemin olmayacağını qeyd edirlər. Təsadüf deyir ki, Hüsam müəllim, deməli, Abbasi xəlifəsi demək, mütəvəkkil Allahın dövründə özünün bu bayrama xüsusi marağı olubdur, bayram qeyd olunubdur. Səlcuqlular dövründə, Səlcuqlu imperiyası dövründə bu bayram qeyd olunub. Təsadüfü deyil ki, eyni zamanda Səlcuqlular türk mənşəli olduqlarına görə və bu bayram onların ənənəsində, Orta Asiya xalqlarının ənənəsində baharın gəlişi bayram olduğuna görə bu ənənəni qəbul edib yaşadıblar. Osmanlı dövründə Anadoluda bu ənənə yaşadılıbdır. Hətta Novruziyyə deyilən ədəbiyyatda bir janr ortaya çıxıbdır. Hər il Novruz bayramı yaxınlaşanda böyük şairlər Novruzu tərənnüm edən qəsidələr yazaraq sultana ithaf eləyərdilər və sultandan həmin qəzəllə, qəsidə ilə əlaqəli ənam alardılar və o qədər böyük ənam olardı ki, bir illik onların dolanışığını təmin edirlərdi. Nafi, Baqi kimi, Nədim kimi böyük şairlərdən söhbət gedir. Eyni zamanda bu Tatarların ənənəsində, Uyğurların ənənəsində öz əksini tapıb. Belə görünür ki, bu bayram bütün Orta Asiya, Yaxın Şərq, Mesopotamiya xalqlarının ənənəsində baharın gəlişi, təbiətin canlanması kimi bir funksiya icra edir. Ayrı-ayrı xalqlar bu bayrama, bu tarixi hadisəyə müxtəlif rənglər qatıblar. Qədim atəşpərəstlər buna fərqli bir rəng qatıblar. Türk coğrafiyalarında fərqli bir rəngdə olubdur. Müsəlman Türk coğrafiyalarında başqa bir rəngdə olubdur. Bugün isə bizdə tamamən başqa bir rəngdədir. Əlbəttə ki, bu bayram sualınıza gələcək olsaq, bu bayram keçmişdən bugünə Azərbaycan xalqının birliyini, bərabərliyini təmin edən bir bayram olaraq öz mövcudluğunu qoruyub. Bayramların bir digər xüsusiyyəti də ictimai barışığı təmin eləməkdir, Hüsam müəllim, ictimai barışıq. Bəzən insanlar müxtəlif fikirlərdə olurlar, ictimai, siyasi, dini cəhətdən fərqli anlayışlara sahib ola bilirlər. Cəmiyyət bəzən müxtəlif fikirlərdə ola bilir. Müxtəlif, deyək ki, ideoloji qruplar, məzhəbi fikirlər, bayramlar məhz o qrupları bir araya gətirmək, cəmiyyətin bütünlüyünü, bütövlüyünü təmin eləmək və onları monolit şəkildə bir arada tutmaq üçün gözəl fürsətdir. Novruzun da bizim üçün daşıdığı funksiya bu olmalıdır. Novruza bu gözlə baxmaq lazımdır. Ona hər hansı bir dini, yad gözlə baxıb, keçmişdə müəyyən tarixi şərtlərdə alimlərin verdiyi fətvaların kölgəsində baxmaq doğru deyil və bu eyni zamanda İslamı da nəzərdən salan bir yanaşmadır. Yəni, bugün siz cəmiyyətin əksərinin tarixən gələn bir ənənəsini
dini həssasiyyətlə rədd etdiyiniz zaman bu İslam'a da zərərdir, cəmiyyətin birliyinə və bərabərliyinə də zərərdir. Bu baxımdan bu bayramları funksional cəhəti ilə nəzərdən keçirmək və bu şəkildə qəbul etmək daha məntiqlidir. Təşəkkür edirəm Kövsər müəllim dolğun cavaba görə. Biz nəzərə almalıyıq ki, Azərbaycanımızın özündə də bugün hal-hazırda Novruz bayramına münasibətdə iki əsas nöqteyi nəzər güclüdür. Bunlardan birincisi Novruz bayramını inkar eləmək, qəbul etməmək. Digəri isə Novruz bayramına dini don geyindirmək. Biz bir mənalı şəkildə qəbul etməliyik ki, Novruz Azərbaycan xalqının milli bayramıdır. Hal-hazırda Azərbaycan xalqı onu sırf qeyri-dini elementlər əsasında yaşadır. Bununla yanaşı Novruz Azərbaycan xalqında milli bütünlüyü, milli barışı, kollektiv sevinci təmin eləyir. Və əlbəttə ki, digər görüşə gəlincə, bəzən biz hər hansı bir məsələni İslam adına qadağa edərkən və biz əslində İslamın sosiallaşmasının qarşısını alırıq. Əsassız yerə bir şey qadağan edildikdə İslam sosial həyatdan təcrid olunmağa başlayır. Bu mənada sualım belə olacaqdır. İslam qeyri-dini bayramlara hansı şərtlər əsasında icazə verir? Yaxud İslam əylənməyə, şadlanmağa qarşıdırmı? Yoxsa müəyyən şərtlər daxilində insanın fitri tələbatı olan dincəlmək, sevinmək İslam tərəfindən məqbul hesab olunur? Bəli, İslam dinində əlbəttə ki, bayramların iki dənə bayram olduğunu qeyd elədik, Ramazan və Qurban bayramları. Bu bayramlar, Elsan müəllim, dini bir mövsümün başa çatması ilə əlaqədirdir. İkisi də belədir. Ramazan bayramında biz bir aylıq Ramazan ibadətini başa vurduğumuza görə bir şükür bayramı olaraq qarşımıza çıxır. Qurban bayramı da yenə eyni dərəcədə həcc mövsümünün sonunda Həzrəti İbrahimin sədaqətini yad etmək baxımından bir bayram keçiririk. Bu da dini əhəmiyyətlidir. Bu da bir şükrün ifadəsidir. Amma dini olmaqla yanaşı içərisində əlbəttə ki, müəyyən bayrama xas xüsusiyyətlər olmalıdır. Əks təqdirdə bu bayram olmaz. Bəli. Bayram ola bilməsi üçün burada bayramın ictimai formada keçirilməsi şərtdir. Bunun üçün, məsəl üçün, bayram namazları bu baxımdan bir ictimailəşmə, sosiallaşma ünsürü olaraq təqdim oluna bilər. Bayramlarda təqdim olunan digər məsələ silə-i rəhim mövzusudur. Bəli. Ən çox vurğulanan məsələ. Qohumları ziyarət edin, yaxınlara gedin, gəlin, əl tutun, çoxdan da görüşmədiyiniz insanlarla görüşün. Bu mənada sosiallaşın. İslam dinində əyləncə əlbəttə müəyyən bir çərçivədə məqbul hesab olunur. Bu çərçivə nədir? Sizi yanlış davranışlara, yanlış əməllərə aparmayacaq, İslamın ümumi qaydaları ilə ziddiyyət təşkil etməyəcək şəkildə əyləncəyə əlbəttə ki, icazə verilir. Bayramları həqiqi mənada bayram ab-ı havasında keçirmək təşviq olunur. Yəni bayram günü insanların qaraqabaq olması və ya bayramın o xoş əhval-ruhiyyəsinə kölgə salacaq davranışlardan uzaq olması tərənnüm olunur, təbliğ olunur. Dolayısıyla bayramın bir bayram ab-ı havasında yaşamaq qeyd olunur. Ümumiyyətlə İslam dininin, Elsan müəllim, ən başlıca prinsiplərindən biri budur. Getdiyi ölkələrdə, eyni zamanda nazil olduğu cəmiyyətdə əgər bir adət-ənənə prinsip olaraq İslam dininin gətirdiyi prinsiplərlə zidd deyilsə, onu olduğu kimi qoruyub saxlayır. Əgər kökdən ziddirsə, aradan qaldırır. Kökdən zidd deyil, içərisindəki ünsürlər baxımından ziddiyyət təşkil edirsə, o ünsürlərin düzəldilməsinə çalışır. Məsələn, bu mənada deyə bilərik ki, əgər hər hansı getdiyi bir yerdə bir adətlə qarşılaşıbsa, o adətin xoş olan tərəflərini alacaq, xoş olmayan tərəflərini düzəltməyə çalışacaq. Bu bayramın da əslində, Novruz bayramının da bu baxımdan bəzən tənqid edilir, amma
işin digər tərəfinə də baxmaq olar. Siz hansı pəncərədən baxdığınızdan çox şey asılıdır. Novruz bayramı əslində biraz irfan nəzəri ilə baxdığınız zaman sizə Allahın işarələrini xatırladan bir bayram olaraq qarşınıza çıxa bilər. Təbiətin oyanışı insanın ölümdən sonra dirilişinə bir gözəl bir nümunədir. Eyni zamanda yardımlaşma, ictimai həmrəylik, bunlar bu bayramın gözəl tərəfləridir. İslam dininin əlbəttə ki, bu gözəlliklərlə bağlı hər hansı bir iradı ola bilməz. İşin içərisinə irad daxil edə biləcəyimiz bəzi məsələlər var ki, orada da mövzunun, yenə deyirəm, niyyətinə baxmaq lazımdır. İslam ənənəsi ilə, İslamın gətirdiyi qayda qanunlarla uyğunlaşmadığı zaman, əgər ziddiyyət təşkil etmirsə, İslam əlbəttə ki, bu bayramları, bu ənənələri rədd etmir. Sadəcə bayramdan söhbət getmir, digər ənənələrdə də bu şəkildədir. Deməli, Kövsər müəllim, haram, israf, qəflət, ehtiva etmədikcə, insanı Allahdan uzaqlaşdırmadıqca, İslam qeyri-dini bayramlara, əyləncə formalarına açıqdır. Elə Peyğəmbərin dövründə də biz Peyğəmbərimizin bu cür əyləncələrə açıq olduğunu görmüşdük. Məsələn, o özünün məscidində Həbəşlərə öz rəqslərini etməyə icazə vermişdi. Bununla da kifayətlənməmiş, onları özü həvəsləndirmiş ki, ey Ərfidə oğulları, haydı, oynayın və üstəlik Həzrət Ayşəyə, xanımı Həzrət Ayşəyə də icazə vermişdi ki, onunla birlikdə o Həbəşlərin rəqslərinə tamaşa etsin. Bununla yanaşı belə bir rəvayət mövcuddur. Bu rəvayət göstərir ki, İslam dini əylənməyə, şadlanmağa, təbii ki, haram, qeyri-haram çərçivəsində icazə verir. Ümumiyyətlə, İslam dini fitrət dinidir. İslam insanın təbii ehtiyacı olan şənlənməyi, sevinməyi inkar eləyə bilməz. Çünki İslamın özü fitrət dinidir. İslam dini buralara geniş coğrafiyada yayıldıqda milli kimliyə toxunmur. Yəni, bəziləri elə başa düşür ki, dini kimlik milli kimliyə qarşı qoyulur. Elə deyil. Yəni, İslam dini gəldiyində bu coğrafiyalara dili qoruyub saxladı. Xalqların geyim tərzlərini qoruyub saxladı. Mətbəxlərinə toxunmadı, folklorlarına toxunmadı. Sonra adətlərinin böyük hissəsi İslamın razılığını aldı. Bu o deməkdir ki, bəzilərinin iddia elədiyi kimi İslamda milli kimliklə dini kimlik qarşı-qarşıya qoyulmur. Əksinə bunlar bir-birini tamamlayır. Bir xalqda o vaxt bütünləşib, bitkinləşir ki, onda milli kimliklə dini kimlik iç-içə olsun. Bir-biri ilə ziddiyyət təşkil eləməsin. Kövsər müəllim, sözünüzə qüvvət, həqiqətən çox vacib bir nöqtəyə gəldiniz. Bu qeydi də düşmək istəyirəm. Bəzən İslam dinini yaşamağı ərəbləşmək kimi başa düşür bəzi insanlar. Yəni, onların ərəblərə, ərəb zehniyyətinə, ərəb mədəniyyətinə nə qədər çox özünü oxşadarsa, o qədər dindar olduğu hissinə qapılır. Ki, yanlışdır bu da. Ki, bu da yanlışdır. Əlbəttə ki, bu eyni zamanda İslamın məhəlli bir xüsusiyyətə həbs eləməkdir. İslam universal bir dindir. İslam ümumbəşəri bir dindir. İslamın gətirdiyi dəyərlər ümumbəşəridir. O ümumbəşərilik çərçivəsində bu dini anlamaq və ona uyğun olaraq yaşamaq lazımdır. Əks təqdirdə çox bayağı adətlər ortaya çıxır. Yəni, baxırsınız ki, İslamın, Həzrət Peyğəmbərin bir tapşırığına uyğun gəlmək üçün elə bir hərəkət ortaya qoyur ki, elə bir adət icad edir ki, bu çox gülməli vəziyyət yaradır. Halbuki İslam dininin prinsipləri önəmlidir, inanc əsasları önəmlidir, onun təbliğ elədiyi o ümumbəşəri dəyərlər önəmlidir, insani dəyərlər önəmlidir. Sizin necə, belə deyək, məişət formasında ərəblərə bənzəmək, ərəb kimi yaşamaq məcburiyyəti yoxdur. Bu, bir dindarlıq göstəricisi də deyil. Əks təqdirdə belə olsaydı, Vüsal müəllim, bu cür bir yanaşma olsaydı, İslam dini getdiyi bütün coğrafiyaları ərəbləşdirərdi. Tarixən belə bir yanaşma olmuyubdur. Kövsər müəllim, sizə təşəkkürümüzü bildiririk. Mən təşəkkür ederim. Gəldiniz, aktual mövzularda fikirlərinizi bildirdiniz, suallarımızı cavabladınız. Təşəkkür edirik.
Mən olun. təşəkkür edirəm, verilişinizə də uğurlar arzulayıram. Təşəkkür edirik. Əziz tamaşaçılar, Novruz milli kimliyimizin, Ramazan da dini kimliyimizin ifadəsidir. Hər iki kimliyimizi vəhdətdə götürməliyik. Belə olduqda özümüzü təsdiqləyəcəyik, özümüzə qayıdacağıq, özümüzdə bütünləşəcəyik. Allaha əmanət olun.